Mən şəhid Ümbətov Ruslan Səlimoğlu 2020-ci ilin oktyabrın 6-sında Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid oldum. Bura mənim uşaqlıqdan böyüdüyüm doğma evimdir. Atam və anam ilə görüşə gəlmişəm. Gəlin sizə əzizlərimi göstərim. Sızıltısın oğlu duyur, duyur. Gördüm ana yana yana deyir. Gördüm ana yana yana deyir. Canım anam, mənim üçün narahat olma. Oğlun şəhidlik zirvəsinə ucalaraq sizin başınızı uca etdi. Səni çox sevirəm. Mən səninlə fəxr edirəm oğlum. Sən bizim qürurumuzsan. Canım atam, dağ kimi oğul itirmək asan deyil, bilirəm. Sən mənə həm ata, həm də dost olmusan. Sən oğlunla fəxr et hər zaman. Canım qardaşım, mən şəhid olduqdan sonra oğluna mənim adımı qoymusan. İnşallah o da əmsi kimi vətəninə layiqli övlad olar. Canım bacım, elə bilmə ki səni unutdum. Bilirəm dərdim sındırıb belini. Uşaqlardan və özündən müğayət ol bacım. Gözəl balalarım, Səlim və Nurayım, atanız sizdən doymadı. Ananızın başını uca edin atanız kimi. Sizi çox sevirəm canlarım. Bu məzarda şəhid uyur, uyur. Göz yaşıyla ana məzar yuyur. Sızıltısın oğlu duyur, duyur. Gördüm ana yana yana